Benzin, dizel və maye qazın qiyməti bahalaşacaq. Bu yanacaq növlərinə görə yol vergisi 3,5 dəfə artırılır. Bu vergi məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Bəs qərar qəbul edilərsə, həmin yanacaq növlərinin qiyməti artacaqmı? Sualı iqtisadçı ekspert Eldəniz Əmirov cavablandırıb. 2 qəpiklik bir göstəricidən 7 qəpik artması, 2 qəpikdən 5 qəpik artması nəticədə 3,5 dəfə artım deməkdir. Onun qiymətlərə təsiri isə iqtisadi məntiqdə bəli, olmalıdır. Amma bu birmənalı şəkildə demək deyil ki, mütləq şəkildə bu 5 qəpik transfer olunacaqdır məhsulun qiymətinə. Burada sadəcə risk faktoru vardır, yəni bahalaşma riski faktoru vardır. Amma bütün hallarda Azərbaycanda yanacağın qiyməti inzibati yolla tənzimləndiyi üçün, yəni müvafiq deməli qərarla təyin edildiyi üçün hazırda bununla bağlı nəsə söyləmək hazırda tez olardı. Amma bütün hallarda düşünürəm ki, belə bir ehtimal var. Amma bu ehtimal yanacağın qiymətində birbaşa 5 qəpik şəklində deyil. Məsələn, bunun 2 qəpiyi, 3 qəpiyi transfer oluna bilər və söhbət 2-3 qəpikdən getdiyinə görə ümumiyyətlə bununla bağlı heç bir qərar qəbul edilməyə də bilər. Qeyd edək ki, yol vergisi ölkəyə daxil olan yanacağa görə dövlət büdcəsinə ödənilən vergi növüdür. Bu məbləğ nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün sərf olunur. Bu vergi istehsalçıya və ya ixalçıya tətbiq oluna bilər.